Bugün atamın son kızının nişanıdır. Zalımız geniş olduğu için nişanı da elə evdə etməli oldu. Nişana hazırlaşarkən herkes el birliğiyle kömək etdi. Dekor 30 nəfərlik idi. Az olduğunu düşündüyümüzdən özümüz də əlavə süfrə açdıq. Biz qızılı rəng tonlarından istifadə etdik. Zövqə görə istənilən rəngi sifariş etmək mümkündür. Süfrəyə uyğun olaraq qardaşım tavana şarlar yapışdırdı. Hamının bəyəndiyi çox dadlı şirniyyatları da elə qardaşımın yoldaşı bişirdi. Otağın abu havası o qədər gözəl oldu ki, süfrədə qoyulan təamlar, bəy və gəlin üçün özəl olaraq hazırlanmış dekor, anamın o qızıl əlləri ilə tikilmiş nişan donu, gözlərdən duyulan arzular, buram-buram qoxan xoşbəxtlik vardı otaqda. Bu gözəl günümüzdə əməyi olan hər kəsə təşəkkür edirik. Yaşanan bütün gözəl günlər arzulayan hər kəsin evinə nəsib olsun. Rəbbim qovuşan əlləri heç zaman ayırmasın. Sevgi ilə qalın.